Salam, hər vaxtınız xeyir olsun əzizləyicilərimiz, xoş gördük sizi. Mən bugün də sizə Hövsan qəsəbəsi düz Pekarnının dayanacağında, dayanacaqdan 30 addım, evə qədər 30 addım, addımla sayanda 30 addım. Demək, evimiz yerləşir Pekarnıda, düz dayanacaqda yerləşir. Demək, bir sotda belə götürək, bir sot 300-də 2 otaqlı. Belə 2 otaqlı həyət evimizdir, kubçası yoxdur. Evimiz qaz, işıq, su alan adamın adına keçəcək və istəyən evinə qeydiyyata düşə bilər. Hal-hazırda evimizdə təmir tamamlanma işləri gedir. Ona görə də biraz necə deyim, tör-tökülüdür. Yəni evimiz tam hazır bir şəkildə, tam səlqəli bir şəkildə alıcımıza təhvil veriləcək. Evimizin bir maşın həyətinə rahatçılıqla girə bilir. Belə oturmağa, belə gözəl həyəti. Evin üz görünüşü tam möhtəşəm, görürsüz. Evimizin üz görünüşü tam gözəl bir üz görünüşü var. Qiymətimiz 65.000 manatdır və real alıcıya qiymətində də endirim olunacaq. Mən daxil olaraq evimizin içinə belə balaca bir koridor, ayaqqabı çıxartmaq üçün daxil oluruq. Burada belə bir mətbəx. Mətbəximizin pəncərələri panoramadır. İri, geniş, işıqlı, qəşəng pəncərəsi var. Burada yenə də belə bir balaca koridor. Daxil oluruq, burada belə bir yataq otağı. Əziz izləyicilərimiz, bizimlə əlaqə saxlamaq üçün TikTok səhifəmizin başlanğıcında əlaqə nömrələrimiz var. Nömrələrimizdə WhatsApplarımız aktivdir. Və burada belə bir qonaq otağımız. Evimizin hündürlüyü maşallah 3 metrdən artıq olar. Çox hündür bir evdir. Bu möhtəşəm evimiz isə yerləşir Hövsan qəsəbəsi düz Pekarnının dayanacağında. Dayanacaqla evin məsafəsi 30 addım. Evimiz bir sot 300-dədir, 2 otaqlıdır. Qiymətimiz 65.000 manat və real alıcımıza qiymətində endirim olunacaqdır. Evimiz tam təmirli bir şəkildə müştərimizə təhvil verəcək. Kombi, radiator, kommunallar, hamısı tam bir şəkildə müştərimizə təhvil veriləcək. Əziz izləyicilərim, əlaqə saxlamaq üçün TikTok səhifəmizin başlanğıcında əlaqə nömrələrimiz var. Və nömrələrimizdə WhatsApplarımız aktivdir. Zəhmət olmasa o nömrələrdən bizimlə əlaqə saxlamağı unutmayın. Və bu möhtəşəm evimiz haqqında rəy bölməsində fikirlərinizi yazmağı unutmayın. Təşəkkür edirəm bizi izlədiyiniz üçün.